Ben maşını burada park eləmişəm. Xüsusi fərqlənmiş yerdir bura. Burada isə tablo var. Mən gedirəm o tabloya yaxınlaşam ki, tablodakı kodu vururum və parklanmanı başlayayım. Mən yaxınlaşıram tabloya, indi görürsünüz tablonun vəziyyətini. Tabloda heç nə yoxdur. Tabloda bir dənə P hərfi görsənilir. Məni gəlib nəqliyyatın maşını çəkib ki, sən burada dayandığına görə parklanma eləməmişsən və mən səni cərməliyirəm. Mən sizə atayım o şəkil. Baxın, bu buradadır. Parkingin şeyi, ödəniş yazmaq üçün. Siz Allah siz buradan baxın görün. Mən burada 1.71 boyundayım. Burada hər hansı bir kod görsəniz mən yazım. Mən bu hərfini görmüşəm, yəni parking yerdir bura. Gəlmişəm. Amma bu mənə gəlib 20 manat cərimə yazır. Hansı əsasla mənə cərimə yazır bunu? Tam burada dayanıbdır. Heç kim də parkingi vurmur. Amma gəlir nəqliyyatın maşını tak qataraq çəkə-çəkə gedir. Bu qədər də olacaqsa ayın haqsızlığından. Gizlənmiş ondan sonra gəlsin lövhələrini çıxartsın da aşkara. Mənə şəkil atıbdır. Parking. Haçan çəkib Allah bilir o şəkilini.